Nə üçün 40 yaşlı xanımlarda menstrual sikl qanaxmalarının müşahidə olunur? Bunun səbəbi nədir və nə etməliyik? Menstrual sikl qanaxmalarının olmasının əsas səbəbi hormonal sistemin zəifləməsidir. Belə ki, bu yaşda başlayaraq hormonal sistem zəifləməyə başlayır və follikul hər ay ovulyasiya etməli olan follikul ovulyasiya etmir. Bu da ikinci fazasının, progesteron fazasının çalışmamasına səbəb olur. Və bu fonda da qalınlaşmış endometriyanın daha çox qopması, laxta şəkildə ifrazatların gəlməsi, qanaxmaların olması ilə xarakterizə olunacaqdır. Həmçinin miomalar varsa, endometrioz varsa, bu dövrdə daha çox bu qadınlarda qanaxmalar müşahidə olunacaqdır. Bəs nə etməliyik? Əlbəttə ki, qanaxmanı mütləq şəkildə dayandırmalıyıq. Bunun üçün hormonal terapiyanın aparılması, endometriyanın ilkin olaraq diaqnostik qaşınması və Mirena spiralının qoyulması önəmlidir. Mirena spiralı bütün dünyada aktiv şəkildə aparılan bu durumlarda müalicə metodlarından biridir. Hansı ki, bu spiralı qoyuruq, biz az-az özündən kiçik dozlarda hormon buraxır və orqanizma bu birdən-birə hormonal təsiri önləyir. Az-az bu hormon yerli olaraq deməli orqanizmə təsir etdiyi üçün və həmçinin qanaxmanın dayandırmasına və qadınların anemik durumların önləməsinə səbəb olur. Hər birinizə sağlamlıq arzu edirəm.